Düdəncədən Münhenə sənədli filminin montaj işləri yekunlaşıb. Almaniyada yaşamış Azərbaycanlı legioner Əbdürrəhman bəy Fətəlbəyli Düdənciniski haqqında çəkilən filmin Bakıda və Almaniyanın Münhen şəhərində təqdimatı olacaq. Çəkilişinə 2006-cı ildən başlanan, 2011-ci ildən daha intensiv aparılan film LTV və Novagorika Kino Mərkəzinin birgeyişidir. Sənədli film Avropada Abo Düdənginski kimi tanınan 1908-ci il təvəllüdlü mayor Əbdürrəhman bəy Fətəlibəyli Düdənginskidən bəhs edir. Bizim filmdə biz Azərbaycan tamaşaçısı, ümumən seyirci Düdənginskinin öldüyü məkanı görəcəkdir. Öldürüldüyü binanı görəcəklər və onun nəşini görəcəklər, dəfn mərasimini görəcəklər. Belə də qurultaydan görüntülər görəcəklər və bu baxımdan bizim filmdəki olan arxiv materialların zənginliyi digər filmlərdə az da olsa fərqli olacaqdır. Sənədli filmin çəkilişləri Almaniyanın Münxen və Neu-Ulm şəhərlərində, Paris və Bakıda aparılıb. Faktların bərpası zamanı real məkanlar filmdə öz əksini tapıb. Filmdə Nəsiman Yaqublu və Georgi Mamulyanın şəxsi arxivindən, İlham Tumasın gizli tarix televiziya layihəsindən fraqmentlər istifadə olunub. Filmdə çıxış edənlər Ramiz Abutalubov, Georgi Mamulya, Cavad Həkimli, Qədir Süleymanov, Mirmamed Seyidov, Bəşir Əlizadə və Əli Həsən Şirvanlının müsahibələri Əbdürrəhman Düdənginskinin portretini cızır. Film artıq demək olar ki, hazırdır. Müəyyən texniki məsələlər var, onu biz yekunlaşdırmaq üzrəyik. Düşünürəm ki, yaxın bir iki ay ərzində filmin ilk baxışını keçirmək istəyirik və o filmin Almaniyada baxışını da düşünmüşük. Alman dilinə tərcüməsi də olacaqdır. Almaniyada yaşayan həmyerlimiz Namiq Bossert və Elşad Məmmədovun koordinatorluğu, Qurban Ələkbərovun icraçı prodüserliyi, İlham Tumasın senarisi, İqbal Məmmədəliyevin prodüserliyi ilə ərsəyə gələn sənədli filmin məsləhətçisi Ramiz Abutalubov, rejissoru Tahir Əliyevdir. Elnari İbrahimova, Rəhman Əsədov, Elşən Əhmədov, Yevlax.